Hərbi xidmət müddətinin 1,5 il azaldılması ilə bağlı qərar bugün qəbul edilməyib. Bu barədə Ermənistanın Müdafiə naziri Surен Papikyan ictimai televiziyaya müsahibəsində bildirib. Այո, դա մեր նախընտրական ծրագրում է առկա։ Bəli, bu bizim seçki qabağı proqramımızda var. Sonra bizim daha bir vacib sənədimiz oldu. Bu Ermənistan Respublikası ordusunun transformasiyası konsepsiyasıdır ki, orada da bütün bunlar qeyd olunub. Və əlbəttə, bu bizim 5 illik dövrümüz ərzində baş verməli idi. Hərbi ekspertlər əmindilər ki, icbari hərbi xidmət müddətinin azaldılması ordunu birmənalı olaraq zəiflədəcək. Lakin Papikyan əmindir ki, bu addım yalnız ordunun döyüş qabiliyyətini artıracaq və bu islahatlar ordunun həbsxanaya çevrilməsi üçün aparılır. Շատ են հնչում նման թեզեր, որ Baxın, ordunu ixtisar edirlər kimi tezislər çox səslənir. Əlbəttə, mən bir sual vermək istərdim. Ordunu ixtisar etmək nə deməkdir? Yəni, əgər 2 illik xidmət müddəti 1 il yarımla əvəz olunursa, ixtisar harada baş verir? Əlbəttə, onların izahatını eşitmək istərdim. Mən özüm izah edərəm ki, nə kimi dəyişikliklər ola bilər və yaranan suallar nə vaxt və necə həll olunacaq? Հայաստանի Հանրապետության ռեզերվը Ermənistan Respublikasının ehtiyat qüvvəsi, fəal ehtiyat qüvvəsi ümumi ehtiyatda olanların sayını demirəm. 600-650 minə qədər, fəal ehtiyat qüvvəsi 350 minə qədər qiymətləndirilir. Tutaq ki, 100 mini deyək ki, sağlamlığı yerində olmayan insanlardır və 250 mini bizim ehtiyat qüvvəmizdir. Rezerv elə ehtiyat qüvvəsidir. Hər il 10 min nəfər toplanacağı təqdirdə, həmin 250 min nəfərin içindən bir adamın ikinci dəfə təlimə gəlməsi üçün neçə il lazımdır? 250-ni 10 minə bölürük, 25 ildə bir dəfə alınır. Nazir vurğulayıb ki, Ermənistan yalnız yeni nəsil silahlar alır. Papikyanın sözlərinə görə Ermənistan istehsalı olan məhsullar isə keyfiyyətcə geri qalmır və bazara çıxarılması planlaşdırılır. այն ինչ արվում է մեր կողմից, դա Bizim tərəfimizdən edilən hər şey ölkəmizin müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır və düşünürəm ki, bunun hamı üçün, o cümlədən Ermənistana silah satan və kənardan Ermənistanı izləyən qonşularımız və tərəfdaşlarımız üçün aydın olması vacibdir. Ermənistan öz silah və ordusunu yalnız öz suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün istifadə edəcək. Vaşinqtonda paraflanmış müqaviləyə əsasən iki ölkə arasında heç bir ərazi iddiası olmamalıdır. Lakin Ermənistan ərazisinin ən azı 220 kvadrat kilometri Azərbaycanın nəzarəti altındadır. Ermənistan onu geri qaytarmaq üçün nə etməlidir? Papikyanın onun fikrincə yeganə həll yolu olan bir cavabı var. հարցի լուծումը Məsələnin həlli sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalarının işi vasitəsilə həyata keçirilməlidir. Və avqustun 8-dən sonra bu daha realdır və mən əminəm ki, bu baş verəcək. Mən sadəcə başqa çıxış yolu görmürəm. Yol budur və biz bu yolla getməliyik. Papikyan həmçinin 2025-ci ildə silahlı qüvvələrdə qətl hadisəsinin baş vermədiyi barədə statistik məlumatları təqdim edib. Cari ildə 5 ölüm hadisəsi qeydə alınıb. 2 hərbçi səhhətində yaranan problemlər, biri intihar, biri elektrik cəryanı vurması, digəri isə ildırım vurması nəticəsində dünyasını dəyişib. Rəsmi statistikaya görə 2024-cü ildə silahlı qüvvələrdə ümumilikdə 40 hərbi qulluqçu həlak olub. Ölüm halları arasında 4-ü düşmən tərəfindən, 5-i isə qətl nəticəsində baş verib.